إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا ومن يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فيا عباد الله فإن أصدق الحديث كلام الله وخير الحديث محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها ألا وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'ın selamı, rahmeti, bereketi, mağfireti üzerinize olsun. Allah subhanahu teala gelecek günlerimizi geçmiş günlerimizden daha hayırlı eylesin. Allah subhanahu teala bilerekten, bilmeyerekten işlediğimiz günahlardan dolayı bizi dünyada ve ahirette Rabbim cezalandırmasın. Allah subhanahu teala bizleri affetsin ve bağışlasın. Ki Resulullah sallallahu aleyhi ve sellem Ramazan'ın son günlerinde en çok bizlere de tavsiye ettiği dualardan bir tanesi neydi? Allahümme inneke afuvun tuhibbul affe fa'fu anni. Allah'ım sen affetsin, affet seversin ve bizleri de affetsin. Evet değerli kardeşler, Ramazan'ın 24. gecesindeyiz. 25'ine doğru geliriz. Bu gece 24'ünden 25'ine geçen gecedir. Günler salih günlerdir. Allah Kur'an-ı Kerim'de Ramazan ayına eyyâmen ma'dudet demiştir. Yani salih günler. Salih günler ne demektir? Bir neçe gün. Yani 1, 2, 3 deysen Ramazan kurtardı. Biz 1, 2, 3 dedik Ramazan sonuna geldik çattık. Bundan önceki 24 günü harda geçirdik, ne tele geçirdik? Allah hayırlı eləsin. Xeyrimize miydi, şerrimize miydi bilmedik. Biz onu sahabe kimiydik. Ne arar? Sahabeler ne arardı? Ramazandan sonra 6 ay boyunca Abdullah bin Mübarek, İbrahim Nakhai ve başka sahabeler, tabiinler ne yerlerdi? 6 ay boyunca diye sahabeler dua ederlerdi ki Allah'ım Ramazan'da etmiş olduğumuz emelleri kabul eyle. Ondan sonra da değil, diğerlerdi ki Allah'ım gelecek Ramazan'ı bize nasip eyle. Yani Ramazan'ı həsrətlə gözləyən insanlar var idi. Biz də həsrətlə Ramazan'ı mən inanıram ki, çıxmağını gözləyirik. Kurtulmaq istəyirik də bu məşəqqətdən, bu yuxusuzluqdan, bu danlamalardan. Ki, Ramazan çıxsaydı bu hocadan camını tutarardı. Hər gün eyni sözlər danlayır, bu tənqid eləyir. Heç bizi müjdələmir, heç bizi nasıl eləmir. Siz yaxşı olanlarsınız, siz yaxşı kişilərsiniz, siz maşallah cənnətə girməyinizə bir qarış qalır sözlərin bu hoca heç eləməşə narazıdır da. Gəl qulağıma çatır deyirlər, yəni deyirlər ki, hoca ancaq mənfi, müsbət bizim heç bir şeyimiz yoxdur. Yəni bunu məncə hər kəs öz cavabını özü verə bilər ki, yəni müsbətdirmi, mənfidirmi yəni. Nəfsə ağır gəlir. Nəfsə ağır gəlir. Amma insan içində barışır, deyir valla. Biraz da söyrəsində, o bizim Qazaqlar kimi, bir nə filan kəs, əslində doğru deyir. Əslində dediyi doğrudur, amma işte nəfsə ağır gəlir, işte bilmədiyi məsələlər də var, onu da deyə bilmirik. O da bizim zahir əməllərimizə baxır, danışır. Buna görə diyorum bir alemi dinləyirəm. Deyir Ramazan ayında insan yorulmasa o Ramazan sahibi zaten. Ramazanda gündə bir 50 dəfə əsnəməsən, ağzın göyə bir krokodil ağzı kimi açılıb yumulmasa bu Ramazan sahibidir yani.
rol arkasında yatmasan, işte yatmasan, o yorğunluğu hiss eləmək. Yox, yorğunluq yoxsa, sən elə indidən təslim ol. Sən o Ramazanla sən aranda sadəcə bir aclıq var idi. Onda ki, axşam maşallah olsun, gözəl iftarlarını yerinə yetirirsən. Zaten kim dedi ki, Ramazan ayında, yani sen belə deyim ki, istirahat edeceksin. Ramazan ayı məşəqqət ayıdır. Yani ne yorulma ayıdır? Allah için yorulma ayıdır. Yani Allah için sen yorulacaksan, yoksuz kalacaksan, az yatacaksan, istediğini yiyebilmeyeceksin. Ve Resulullah s.a.v. Ramazan 10 gün gələndə üzr istəyirəm, heç qadınlarına belə yaxın getmirdi. Heç onlarla eyni yataqda belə yatmırdı. Siz düşünebilirsiniz bu ne demektir? Çünkü sürekli ibadet içerisindedirler. Yani gedim ben hem namazımı, hem teravihimi, hem gecemi, hem gedim evde yatım, hem gedim evde üzü sileyim, yatağımda rahat yatım, yoldaşım yanında yatsın, ben rahat etsin, yatak paltarını giyineyim, ay falan eleyim, ay kardeş yok sahaben bile. Bu lüks hayattır, bize ait değil. O vizalı keçidlər var, Müslümanların cənnətəki, o onlara aiddir ki, özlərinin hər halda vizası var, cənnətə belə kolay gedəcəkdir, o onlara aiddir. O da bizim camiyyənin içərisində yoxdur yəni. O sufilərdə ola bilər ki, o hansısa birini nəsə eləmirsən, pul verirsən, oradan sol qapıdan, sağ qapıdan sən də cənnətə girəcəksən. Bir də unutmaq lazımdır ki, unutmamaq lazımdır ki, cənnətin 8 qapısı var. Hər qapısının öz əməli var. Bir də oruc qapısı var. Reyyan qapısı. Oruç tutanların, sağlam oruç tutanların ki onların mükafatı daha böyükdür. Ki Ramazan sahabe nəyə görə istəyir sahabe? Deyir ki 7-24 Allah ibadəti hesab eləmişdir. Yəni sən bir saat da yatsan, bərəkət var, Allah onu ibadətdən sayır. Amma biz qafilik axı, biz maddiyyətə ibadət edən, gördüyümüz şeylərə inanırıq biz. Görmədiyimiz şeylərə çətin. Allah Subhanahu deyir ki, məsələn, sabah sahurda 3 dənə 4 dənə Peyğəmbər xurma ye, bərəkətlidir. Biz onu qəbul eləmirik. Biz gərək sufra böyük bir dolsun, ondan sonra onun bərəkət olduğunu qəbul edəcəyik. Yəni biz mədəmizin, azlıq hisslərimizin bizim iradəmizin xaricində olduğunu düşünmürük ki, o Allahın iradəsi altındadır. Azlığı verəndə, toxluğu verəndə ki o Sumama radiyallahu anhu var. Tanışsınız mı Sumama radiyallahu anhu? Sumama radiyallahu anh. Mücahitler tanıyır. Yani, Müslümanlar da tanıyorlar. Sumama radiyallahu anh. Bir büyük İslam qəbilə başçısının Allah Resulü'nü öldürmək için Ümrəyə gəlib Allah Resulü'nü öldürmək istəyirdi. Adam niyet elədi ki, gəlsin Allah Resulü'nü öldürsün. Ama dedi ilk önce gedim ümre eləyim, Allah'tan yardım istəyim. Allah mənə Muhammed'i öldürməyə, aleyhissalatü vesselam'a yardım etsin. Çünkü adam Allah Resulü'nü dalalette görürdü, sapıklıkta görürdü ona göre. Özlerinin ise doğru yolda olduğunu görürdü. Çünkü Muhammed geldi, Ərəbləri böldü. Elə düşünür. Bu günlərdə elə düşünənlər çoxdur. Ona göre de yani ölen de öldürülen de Allahu Ekber tekbir ses getirir. Atan da diğer birbirlerini kabul elemeyerek her iki taraf da birbirini öldürürken Allahu Ekber Allah adına, din adına öldürür. Biraz sonra da göreceğiz zaten bugünkü münafıkın süresi dehşet bir süredir. Bizim iç maskalarımız, üst maskalarımız, bütün hamısı burada Allah Subhanahu Teala dehşet bir şeydi ki şaşangıtın güzeldir diyor. Allah o kadar münafıkların meselesine önem verdi ki onlar gözümüze girmesi için onlar adına artık bir sure var yani. Münafıkın suresi. Bu sebepten de yani bizler yani bu günlerimizi Allah Subhanahu Teala'dan hayırlı, bereketli isteyik ve Sumama radıyallahu anh'unun Allah Resulü'nün yanına gelirken az bir yemek yiyirdi Müslüman olundan sonra deyir, önceler mən Müslüman olmamışdan qabaq sahabe deyir ki, biz ona yemek çatdıra bilmirdik. Deyir, o bir öz payımızı verirdik, doymurdu. O birisini verirdi, yani normal onun payoku var idi. Hamı yediği kimi ona da payok, əslində verilen payoktan ona da verilirdi. O tutuldu da, sonra onun kıssası böyüdü inşallah bir gün anlatarım. Deyir, verir doymur deyir. Hətta bəzi sahabələrin artıq nəfsinə ağır gəlir ki, qardaş bu nədir bu adam?
Mənim üçün bir şeydir, sənin üçün bir şeydir, onun üçün bir hamı yeməyi yiyib olan ki, o deyir, kafir yedi qarnını yer. Həqiqətən də deyir, Müslüman olduqdan sonra ona yenə gətirdik, ikram elədik. Elədiyimizin deyir, yəni 7'də bir dənəsini yedi, doydu deyir. Onun üçün biraz imanda bizim doymamamızlığın məsələsi də biraz imanı məsələlərimizdir. Gözümüz deyir ki, qarnımız doyur bəzən, gözümüz doymur. Allah bizi həm qarnımızı, həm gözümüzü doydursun. Amin. Evet, bugünkü, keçən həftə dediyimiz kimi, bugünkü sürəmiz münafiqin sürəsidir. Münafiq kəlməsi ərəblərdə İslamdan öncə istifadə eləmədikləri bir kəlmə idi. Yəni, İslam gəlməmişdən qabaq münafiq sözü istifadə olunmurdu. Münafiq sözü ancaq yerin altı, yerin üstü farelər, buradan deşdi, burası zahirən başqa, daxili başqa, içi başqa, çölü başqa deyə münafiqin sürəsi bu şəkildə adlanırdı. Yəni, münafiq, belə deyim ki, əsasən yer altında heyvanlar üçün iki deşi, iki qapısı, iki düşüncəsi, amma insana istifadə eləmirdilər ki, filan kəs münafiqdir. Müşriklər kəndi aralarında. İslam gəldi, bu adı istifadə elədi. İslam lüğəti Allahın lüğətidir. Və bu münafiqin sürəsi bütün İslam alimlərinin düşüncəsi və təfsirlərində gəldiyi şəkili ilə Mədinədə nazil olmuşdur. Yəni, sura Mədinə surəsi ilə Məkkə surəsinin bir hikməti var. Nədir? Məkkə surəsi genəlliklə tevhiddən bahs edir. Allahın yaradılışından, Allahın yaratdıqlarından, genəlliklə müşriklərə mücadilə, onların gətirmiş olduğu şübhələrə cavablar. Əsasən bunlar tevhid məsələləri, iman və küfür məsələləri genəlliklə Məkkədə olmuşdur. Və bütün fədakarlıqlarda mücadilənin başı da zaten Məkkədən başlamışdır. Hicrət də Məkkədən başlamışdır. Müslümanların əzab, əziyyət, sıxıntı görmələri Məkkə dönəmində başlamışdır. Yəni, Mədinə dönəmində müsəlmanlar sadəcə aclıq və susuzluqdan biraz əziyyət çəkdilər. Belə müşriklər tərəfindən əziyyət, sıxıntılara məruz qalmadılar. Yəni, aparıb hansısa bir müşrik bir müsəlmanı döymədi. Yəni, olan sadəcə savaşlarda oldu. İşte bu münafiqin sürəsi də Mədinədə nazil oldu. Hikməti odur ki, münafiqlər zor zamanda ortaya çıxmazlar. Zor zamanda münafiq təpmək olmaz. Münafiqlər rahat zamanda olurlar. Münafiqlərin işi zora gəlməsi, yəni onlar çətinliyi sevmirlər. Heç bir zaman çətinliyi qəbul eləmirlər. Münafiqlər münafiqliklərini müsəlmanların güclü olduğu zamanda gizlədirlər. Müsəlmanların zəifçiliyi ortaya çıxan kimi münafiqlər həmən öz nifaqlarını ortaya çıxardırlar. Amma müsəlmanlar güclü, qüvvətli olanda münafiqlər görsənmirlər. Buna görə də Mədinədə müsəlmanlar güclü idi. Məkkədə isə zəif idi. Münafiqliyə gərək yox idi. Niyə gərək yox idi? Çünki zahirən özünə müsəlman desə, bir kafiri döyməsə, o birisi kafir döyəcək. Birindən əziyyət görməsə, o birisindən əziyyət görəcək. Ona görə ona münafiq olmaq sərf eləmirdi. Münafiq olmağın əsas təməli nədir? Dünyadır. Rahat yaşamaq. Yəni, Mədinədə rahat yaşamaq üçün münafiq olmaq lazım idi. Çünki güc qüvvət tamamilə Mədinədə müsəlmanların əlindədir. Yəni, bu, Allah Rasulü zamanından bu günə qədər də bu şəkildə davam edir. Yəni, münafiqlər müsəlmanların güclü zamanlarında ortaya çıxır. Müsəlmanlar zəifləyincə və münafiqlər də nədir? Ortadan kaybolurlar. Çünki iş yaramır, xeyir eləmir. Artıq öz inancında yaşanması, münafiq olması daha xeyirlidir. Daha doğrusu kafir olaraq inancında kimi yaşanması daha xeyirlidir. Amma buna rağmen onlar zahirən İslamı qəbul etdikləri için biz onlara müsəlman deyirik. Çünki onların qəlbini bilmirik. Baxın, keçən səfər də söylədim, xatırlayırsınızsa. İman və İslam məsələsində İslam zahiri bir məsələdir. Zahir isə şəhadət kəlməsi, namaz və insan özünə müsəlman deməsidir. İman isə daxili bir məsələdir. Biz kimsən daxilini bilmirik. Daxilində qarışmırıq.
İmanın şərtləri, la ilahe illallahın şərtləri hamısı daxili məsələləridir. Zahirdə sadəcə nə vardır? Bir dənəsi vardır, o da inqiyad ki, əməl etməkdir. Geri qalanları elmdir, təsdiqdir, ixlasdır, məhəbbətdir, sevgidir, yəqinlikdir. Bunlar hamısı daxili əməllərdir. Yəni bu səbəbdən bir insanı la ilahe illallahı səmimi deyib demədiyini bilə bilərikmi? Bilə bilmərik. Bəs bunun üçün insana zahirən hökm verilir də. Bir insanı sən nə qədər imtihan eləsən, qəlbinlə onu doğrulub doğrulamadığını biz bilmirik. Bu səbəbdən də münafiqlər zahirən müsəlman hökmüdədir. Qız alınır, qız verilir, kəşliyi yenir, arxasına namaz qılınır, onunla savaşa çıxılır. Əməli münafiq olaraq biz görə bilərik ki, yalan danışdı. Söz verdi, sözündə durmadı. Əmanətə xəyanət elədi. Bu adama əməli biz münafiq deyirik. Etiqadi münafiq deyə bilmərik. Çünki onu Allahdan başqa heç kim bilmir. Allah onu bizə ortaya çıxarmayıbdır. Bu da Allahın bir nemətidir əslində. Nəyə görə nemətidir? Bunu İbn Teymiyyə deyir, mən demirəm yəni. Zaten bizim dediklərimiz bir şey yoxdur. Danışdığımız hamısı alimlərin sözləridir. İbn Teymiyyə deyir ki, münafiqlərin deyir, gizli qalmasının neməti ondan ibarətdir ki, bəzən insan normal bir mümin belə münafiq ola bilir. İmanı zəifləyir, deyir, münafiqlər şimdi düşünməyə başlayır, etiqadi olaraq. Amma keçicidir. O anda düşün ki, Allah sana izah eder ki, bu adam münafiktir. Onun sen münafikliyini gördün de yani. İçində, düşüncəsində, fikrində gördün. Buna görə də münafiqlər bəzən gedir, gəlir. Üç qismə bölünən. Bir xalis münafiq olanlar var, əməli münafiq olanlar var. Bir də münafiqlikləri gedir, gəlir olanlar var. İbn Teymiyyə dördüncüsünü əlavə eləyir. Nə demişdir? Xatırlayırsınız, mən onu sizə 3 əsas kitabın dərsində keçmişəm. Buradakı bəzi mücahidlər onu xatırlamalar lazımdır. Hara xatırlayırlar? Özlərini xatırlamırlar. Onu hara xatırlasınlar? Sonra deyirlər ki, hoca bizi danlayıb. Nə demiş diyordu münafiqlər? Ən təhlükəli münafiqlər. Hansı qismdir? Kim xatırlayır? Ən təhlükəli münafiq özünün münafiq olduğunu bilmir. Deyir, ən təhlükəsi budur. İnsan münafiqdir. وَلَكِنْ لَا يَدْرِ اَنَّهُ münafiq. Münafiq olduğunu bilmir. Bu çox təhlükəli. Deyir, bunu Ömer radiyallahu anh misal verir, deyir. Deyir, Ömer münafiq değildi ama münafiklikten korkurdu. Yani özüne deyir ki, mən bak düşün de bir adam iman edip Ebu Hüzeyfe'ye gelir diye ki, ey babacığım, o münafiklerin sayfasında benim adım var mı? Eğer bilseydi ki halis olarak münafık değil, niye sorursun ki? Ha, doğru mu? Eğer bilseydi ki münafık değil, niye sorursun ki? Demek ki endişe içerisindedir. Bilmir. Korkur, tehlikedir. Bize sorunca bizim tabii ki garantimiz kesindir. Bizde o olabilmez. Yani biz kartı almışız, cebimize koymuşuz. Bir takım sufiler kimi veya Hristiyanlar kimi bilirsiniz de sufilerle Hristiyanların özelliği var. Onlar da sufiler de şeyhlerinden bilet təskiye alırlar, şefaat alırlar kıyamet günü cennete girmek için. Hristiyanlar da öz papazlarından cənnəti satın almaq üçün pul verirlər. Yəni bu bənzərlikləri var yəni. Yahudilərlə kimin bənzərliyi var? Şiələrin var. Bu səbəbdən də yəni Ömer radiyallahu anh münafiklikdən çox qorxardı. Axırda Ebu Hüzeyfə dedi ki, vallahi orada sənin bir də onu deyə bilərəm ki, orada sənin adın yox idi. Adam qorxur. Adam sağlığında cənnətlə müjdələnib, yenə də Ebu Hüzeyfədən əl çəkmir. Bunun üçün nifaq kəlməsi, bəzən nifaq içdə bir İslam hökmlərinə, İbn Teymiyyə deyir ki, münafiqliyin daxili olan münafiqliyi bilmək istəyirsənsə də, bəzi İslami hökmlər var ki, onu sevmirsən deyir. O bir münafiq əlamətidir. Məsələn, niyə cihad farz qılındı? Niyə zəkat farz qılındı? Niyə mən çalışıb pulumu verməliyim? Deyə münafiqlər iki şeydə əsasən meydana gəlir. Bir cihadda, bir pulda. Yəni bizdə cihad yoxdur.
Tamam. Pul cihadı var. Pulla zənginlik, zəkat vermə. Deyir, zəkat vermə, pul məsələsidir, münafiqlərin deyir, ən ağır məsələsidir deyir. Hətta və hətta insanları zəkat və sədəqədən yayındırmağın özü də münafiqlikdir. İndi surədə görəcəyiz. Münafiqin surəsi dəhşətdir, çox dəhşətdir. Dəhşətli bir surədir yəni. Sən müsəlman cəmaatda, məsələn, tutarım ki, sən gəlirsən bir müsəlman cəmaata ibadət edirsən də. Adam baxır ki, sən bir cəmaatın içində namaz qılırsan, oruç tutursan, ibadət edirsən, imanını, İslamını qoruyursan. Gəlir oradan, sən orada nə işin var? Ha bu küfür yox, şirk yox, bidət yox, haram yox da. Nədir orada 2-3 nəfərdən xoşu gəlmir. Gəlir barmaqlayır, sən orada nə işin var? Alimə deyir ki, bu münafiqlikdir deyir. Çünki sən bir adamı ibadətdə və itaətdən uzaqlaşdırırsan. Çünki sən bilirsən ki, bu adam buradan uzaqlaşdı mı, adam ibadətdən və itaətdən uzaqlaşacaq, quleybanı kimi küçədə gezəcəkdir. Bunun üçün münafiqlərin deyir, yəni təhlükəsi İslam ümmətinə çox ağırdır. Amma tanınmır, bilinmir. Çünki daxil bir məsələdir. Getdiyin zamanda soruşarsan, yaxalayarsan, iş üstə tutarsan, yox, mənlik deyil. Yanlış görmüşsən. Bu səbəbdən də bu münafiqlər hər zaman Mədinədə ortaya çıxmışdır ki, içlərində bir kin küdrət var, deyir alimlər. Deyir. İkinci əsas səbəbi də dünyadan sonra əsasən münafiqliyin yaranma səbəbi kin küdrətdir. Yəni səni belə bir kafir kimi, bir müşrik kimi yıxa bilmir. Münafiq olur, sənin içindən yıxmağa başlayır. Sağa yaxın olur, sənin içindən çözməyə başlayır. Dünyada münafiqlər qədər casusluq baxımından İslam dünyasında münafiqlər çox səmimi bir casus olurlar. Yəni, şöyle söyleyeyim. Bir insan münafiq cihada gedebilirsə, bundan daha ağır təhlükə var mı? Cihada gedebilir, düşün. Savaşa katılır. Ama bir niyet var. Ama Allah peki adaletsizdir ki münafikler yaşansın, Müslüman onu tanımasın? Yok. Müslümanlar tanıyırlar. Müslümanlar tanıyırlar deyirəm. Ama bak dikkat edin. Kəlmələrime dikkat edin. Müslümanlar, müminler, İbn Qayyim deyir ki, müminler münafikleri tanıyırlar. Müslümanlar tanımazlar. Zahiri İslamı yaşayanlar tanımazlar. Daxili İslamı, zahiri İslamla beraber yaşayan münafikleri tanıyırlar. Münafikler sağlam bir Müslüman topluma zarar vura bilmez. Vurursa Allah'ın bir hikmetidir, bir imtihanıdır. Çünkü deyir münafikləri müminlər daxili gözlərinlə gördükləri zaman Allah onları ortaya çıxardır deyir. Sənin görə bilmədiklərini həqiqi mümin görür. Allah Rasulunun hədisi var da bilirsiniz. Müminin fərasətindən qorxun deyir. Çünki o baxdığı zaman Allahın nuru ilə baxar. Yəni fərasətli bir mümin bəzən bunu görə bilir, bəzən bunu tanıya bilir. Bu səbəbdən də yəni münafiklik ittihamı çox ağır bir ittihamdır. İnsan özü üçün, başqası üçün. Və bu səbəbdən də biz çalışmalıyıq ki, münafiklərin 66 və ya 70'e yaxın sifəti var. 70'e yaxın münafiklərin sifətləri var. Sizin bildiyiniz neçə nədir? 4 tane. Doğru mu? Danışarkən yalan danışar, söz verər sözündə durmaz, əmanətə xəyanət eləyər və mübahisədə daimən səsini yüksəldər, qabaq tərəfi rəncid etməyə çalışır. Haykü ilə, dava ilə, problemlə məsələni çözməyə çalışır. Alimlər deyir ki, o 66 dənə münafiklərin o qolu var, hamısı bu 4 dənəyə bağlıdır. Hamısı bunun içindən çıxır. Keçən şeycik etmişdik. Ümmət 73 firqəyə bölünəcək. Bir dənəsi Allah Rasulunun və sahabənin üzərində yolunda olanlardır. Geri qalanları isə 4 dənə tayfaya bölmüşdü. O tayfa kim idi müəllim? 1. O tayfa kim idi? Kameraman kardeş. Şiyeler. Havariciler.
Mürciyeler dördüncü müydü? Yahudiler ne iş var Müslümanlar arasında? Mürciyeler söylediyse Mürciyeler söylediyse değil mi? Mürciyenin içindedir. Bu zaten hamısı bidat ehlidir. Zaten bidat ehlidir. Bunların içindedir hamısı. Eşariler bakın. Eşariler, Metrudiler, Cehmiyeler. Bunlar hamısı mürciyelerin içerisindedirler. Ya, bunlar Müslümanların içindedirler. Qədəriyeler. Maşallah zihniniz çok süper çalışır. İmam Şafii deyir ki, yaddaşım çok güclüydü, yani çok güclüydü. Birdən-birə yaddaşım deyir, getdikcə zəiflədi. Getdim deyir, İmam Vakinin yanına getdim, böyük tabiinin alimlərindən. Dedim ki, Allah sana rəhmət eləsin, mənə ilac elə. Ne oldu? Deyir, yaddaşım zəifləyib. İndi İmam Şafii'nin yaddaşını söyleyeyim mi? Hansı yaddaşı zəifləyib? Onu da deyim yani. Kur'an-ı Kerim'i İmam Şafii okuyarken, ezberleyerken, bir hadis ezberleyerken, bir hadisin üstünü örtüp değil ezberleyirdi. İkisi arka arkaya bir sayfada tutturabilmez. Birden ikisini de ezberleyirdi. Kamera böyle diye sizi kamera bak. Nece telefon çekir? İnsanın beynindeki yaddaş kartı çok kuvvetlidir. Ama orijinal olarsa, bizimki yaddaş saati saxtadır. Yok kitap dedi. Daha şu kitap da orijinalları bırakır. Ki İmam Şafii sayfəni belə açanda bu sayfəni bağlayar, bu sayfəni oxuyardı ki, birdən gözü bu tərəfə qayar, onu da əzbərləyər. Və bu biraz zəiflədiyi üçün hiss edir ki, biraz zəifləyib. Gəldi, şikayət elədi özündən ki, mənim yaddaşım zəifləyib. Yəni pul saya bilmirəm, yox. Borçlarımı verənlərini unuduram, onu soruşmur. Kimlər beləsidir, kimlər alasıdır, onları yox. Kimlər düşmandır, onları yox. Allahın dinində kitabını əzbərləyə bilmirəm. Yəni hədisləri yaddaşmışsın, onlar 10 minlərlə, 20 minlərlə, 100 minlərlə hədisləri zihnində tutan adamlardır. İmam Əhmədi tanımaq istəyirsən də get, yəni 40 ciltlik İmam Əhmədin müsnədinə bax, İmam Əhmədi tanıyacaqsın. İmam Əhmədə Allah hansı bir elmi veribdir. Bəzi bu gün insanlar var ki, cəhənnəm köpəkləri var ki, İmam Əhmədə dil uzadırlar ki, o kimdir ki? İslam dövləti olardı. Bu insanların dili meydanda kəsilərdi da. İcazə yox çünki bidət əhlinin yaşamağa. Bidət əhlinin hökmü, İslam adına danışanların hökmü müşriklərdən daha ağırdır. Heç bir zaman unutmayın. İmam Şafii'ye İmam Vaki deyir ki, deyir şəkəbtu anil vaki su hifzi, yaddaşımın zəifliyindən şikayət etdim. Fə ərşədəni, məni yönləndirdi ki, get biraz Qəbələdə dincəl. Get biraz Qubada dincəl. Ha Yahya Bey. Git biraz istirahat elə. Beyni çox yorulub ondan diyor. Dedi ki, fəərşədəni ilə tərkil məasi. Günahlarındandır deyir. Günahlarımı tərk elə. İmam Şafii deyir günahlarındandır. Fəərşədəni irşad etdi mənə tərkil məasi. İnnəl ilmə, elm nurdur. Allah o nuru maasi quluna verməz. Günahkara elm verilməz. Ondan o nasibini alabilmez. Bunun için günahkar olan bir insan, fasık olan bir insan münafiki ne görsün ki o zaten münafıktır. Alimler diyor ki günahkar Müslümanlar münafık hükmündedir. Yani zahiren mecbur ki onlarla münafıklar kimi davranır. Yani Müslüman hüküm verilir. Bunun için bizim en büyük düşmanımız bizim cehaletimizdir. El cehludir akbahu şey fil alem. Cehalet dünyada en çirkin şeydir. En pis bir şeydir. Mesela bu indi anlattıklarımız velev kâne bazılarını anlattığımız zaman da bilsek de fezekkininle zikre tenfa'il müminin hatırlatmak değil müminlere fayda verir. Bak bu zikir meclisinin faydası budur. Zikir meclisinin adı nedir? Allah Resulü adı ne bu zikir meclisinin? Adı nedir? Cennet bağlarıdır. Ravdatul cenne. Cennet bahçasıdır. Yani sen zikir meclisinde olanda cennet bahçasındasın. İşte biz bunu
dərk edə bilmirik. Bu səbəbdən də yəni münafiqlər bu məsələləri yəni Allah Subhanahu taala tərəfindən bilmədikləri üçün ki, Allah onların içlərini ortaya çıxardacaq, onlar onu gözləmirdilər. Allah həm surə adı verdi və həm də ikinci bir ayətindən başlayaraq məsələyə giriş edək. Çünki uzundur. Bizim münafiqin surəsində işimiz çox olacaq. Yəni bir 10 dərsə bitirsək, 20 dərsə bitirsək münafiqin surəsini şükr edəcəyik. Çünki üzərində çox duracaq. Çünki ən yaralı yerimizdir. Ən xəstəliyimizdir ki, bu surənin əslində alimlər deyirlər ki, adı nədir? Müsəlmanların xəstəliyinə dərman olan surə. İnsanın içini, özünü tanıması. Yəni özümüzü tanıyacağız. Mən də özümü tanıyacağım, siz də özünüzü tanıyacaqsınız. Hamımız özümüzü tanıyacağıq, kimliyimizi biləcəyik. Bəzən soruşurum, sən kimsən, özünü tanıyırsan mı? Bax, işte münafiqin surəsində özümüzü tanıyacağız. Kimliyimizi biləcəksiniz, biz kimik, nəyik, nəyin nəsiyik. Və buna görə Allah Subhanahu elə bir başlanğıcla başlamışdır ki, deyir ki, İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lə Rasulullahi. Deyir, münafiqlər sənə gələcəklər. Və sənə gəldikləri zaman gəlib deyirlər ki, bunlar niyə gəlirlər? Pəki, niyə durduq yerdən gəldilər? Çünki gəlmədən öncə haqlarında ittihamlar meydana gəlmişdi. Savaşda fitnə fəsad törətmişlərdi. Kasıb, fakir, yeni İslam'a girən müsəlmanların ağılını çalmışlardı. Baxırsan ki, bir insan var, yeni İslam'a gəlib, gözəl bir müsəlmandır, orada bir münafiq durur, kin küdrətli var, İslam'a toplumu sevmir. Gəlir, deyir ki, sən onların yanına girsən, onlar vahabidir, onlar teröristdir, onlar problemli adamlardır. O xocanın bir sənə qədər problemləri var. O yanında bir iki nəfər var. Allah qorusun, sən onları yaxşı tanımırsan. Qardaş, getmə, məndən sana nəsiyyət. Bax, sonra demədi, demə, ha. O adam deyində, ağıllı bir adam ona soruşur, qardaş, sən bu dediklərinin bir əsası var. Yox, qardaş, bunu heç kimə deyilmə, bu sirdir. Nə deyir? Bunu heç kimə deyilmə, bu sirdir. Əmanət edirəm. O qardaş, belə əmanət olmur axı, yəni sən özü istəyirəm dövlətsən, sən kimsən, sənin bir kimliyi nədir? Necə bir əmanətdir bu yəni? Bunun üçün onlar problem törətdikdən sonra deyir, gəlirlər, baxına, İslam'a və müsəlmanlara zərər verən birisi olduğu zaman, baxın, qayda budur. İslam və müsəlmanlara, sənin şəxsivə demirəm, şəxsimizi qatmayın. Yəni, bir müsəlmanla sənin şəxsi problemin varsa, onu qatma bura. Anlatabildim mi? İslam və müsəlmanlara aid olan bir problemlə birisi ittiham olunarsa, İslam və müsəlmanlara vermiş olduğu zərər və müsəlmanları gözdən salma, İslamın əhkamı gözdən salma, şərii hökmləri gözdən salacaq qədər fitnə fəsad törədəcək dedikodu eləyən insanları sən gördünmü və onlarla sənin artıq qarşılaşıb onlara haqqı söyləmən və onları dəvət etmən və yaxud da ki, onların əməllərinin çirkin olduğunu onlara söyləməyə çalışdığın zamanı onlar hiss edərsə, onlar bu şəkildə gələcəklər ki, İzə cəəkəl münafiqun, münafiqlər gələcəklər. Qalu, deyəcəklər ki, Allah Rasuluna gəldikləri kimi, İnnəkə lə Rasulullah. Qalu nəşhədu, biz vallahi yemin edirik ki, şəhadət gətiririk ki, innəkə şübhəsiz ki, sən Allahın elçisisən. Amma böyük bir problemlər törədiblər və bilirlər bu problemlərində və ortaya da çıxmasını istəmirlər. Bunun üçün deyirlər ki, Vallahu ya'lemu, Allah da dedi ki onlara, Vallahu ya'lemu inneke le rasuluhu. Allah bilir birincisi, sən Allahın rəsulusan. Onların səni deməyinə ehtiyac yoxdur. Onların səni Allahın rəsulusan deməyinə ehtiyac yoxdur. Allah sənin Allahın peyğəmbəri olduğunu bilir. Buna görə həmişə, əgər sən doğrusansa da, qorxma ittihamlardan. Allah sənin kimliyi bilir. Sən yolundan sapma, istiqamətində davam elə. 5 gün, 10 gün, 20 gün, 5 il sən bir ittiham altında qala bilərsən.
10 il ittiham altında qala bilərsən, 20 il ittiham altında qala bilərsən, ömrün boyu ittiham altında qala bilərsən sən. Sən qorxma, Allah sənin gerçək kimliyini bilir. Bu Allahın möminə verdiyi güc qüvvətdir bu ayətdə. Allah sənin həqiqi vasfını tanıyır yəni. Ki sən kimsən. Və bunun üçün deyil, Vallahu ya'lemu inneke le rasuluhu. Eyni cavab verdi. İndi necə eyni cavab verdi? Qalu neşhədu. Biz şəhadət edirik ki. Allah subhanahu teala inneke sözünlə gətirdilər ki, inneke Allah da yemin edərək, vallahu dedi, ya bilir ki, sən onun elçisisən və vallahu yeşhədu, Allah da şəhadət edir ki, qarşılıq verir ha. İnnel münafiqinə lekədibun. Allah da şəhadət edir ki, münafiqlər yalancılardır. Qarşılıq. Yəni onların danışdıqlarına inanma ya Rasulullah. Niyə görə? Çünki Allah onların qəlbinə xəbərdardır. Amma Rasulullah sallallahu aleyhi və səlləm onların kimliyini tək-tək duyurmadı. Çünki zahirən İslam idilər. Zahirən Müslüman idilər. Ortalıq qarışmasını, fitnə, fəsad törənməsini Allah istəmədi. Sadəcə olaraq Allah subhanahu teala bəyan elədi ki, sənə gələnlər münafiqlərdir. Və Allah da onların nifaqını ortaya çıxartdı və şəhadət gətirdi ki, Vallahu yeşhədu innel münafiqinə lekədibun. Allah da şəhadət gətirir ki, münafiqlər yalancılar və kəzibdilər. Və burada Allah subhanahu və teala yəni münafiqlərlə bərabər Allah subhanahu teala əlavətən müəyyən təkidlər gətirdi, daha ziyadə onların münafiq olduğunu ortaya qoydu. Biri dedi, Vallahu ya'lemu inneke le rasuluhu. Allah bilirsən Allah rəsul. Və ikinci yalanda da lekəzibun, %100 yalan olduqları əlavə bir təkidlə Allah münafiqlərin yalancı olduğunu ortaya qoydu. Bunun üçün qardaşlar, baxın, həqiqətən də iman, İslam məsələləri, yəni bu din, şəriət xəfif bir məsələ deyil. Daimi olaraq İnsan özünü deyir, gözdən keçirməlidir. Şeyx Şanqitin yaxşı bir sözü var. Deyir, özünü gözdən keçirməyən, özünü mühasibə eləməyən iki qrup insan var, deyir. Birinci qrupu, mən deyim, yaxşı, mövzu bahsi danışdığımız münafiqlər. İkinci mövzu bahsi kimdir, özünü mühasibə eləməyənlər? Bilirsinizmi? Bilmirsiniz. Ağlımıza nə gəlir? Yəni, insan özünü niyə mühasibə eləməz ki? Mühasibəni biraz ağlımı gətirir, mübarək ağlımızı istifadə edin biraz. Biraz düşünün. İnsan özünü niyə mühasibə eləməz ki? Biraz düşünün. Biraz düşünün. Yorumu açıq mı bıraxaq, yoxsa bağlayaq mı konuyu? Dedi ya, münafiqliyi çıxaq. Münafiqlər özlərini mühasibə eləməzlər. Münafiqlərin özlərini mühasibə eləməməsinin səbəbləri var yəni. Yəni nə mənidə? İyi, kötü, iyi miyim, kötü müyüm? Yəni mühasibənin anlamı nədir? Sizə bax bu qədər işarə verirəm. Mühasibənin anlamı nədir? İnsan özünü tərəziyə qoyub dartır. Yəni bir mümin, yəni bir münafiq daha doğrusu özünü mühasibə eləmir. Çünki mühasibə eləyən insan yanlış və səhvlərini, doğrularını görüb də özünü düzəltməyə bağlıdır. Yəni münafiq özünü niyə düzəltsin ki? Zaten bəllidir məsələsi. İkinci isə, bilməm bizdə var yoxsa yoxdur, ahirətə inanmayanlardır. Çünki mühasibənin nəticəsi ahirətdir. Mühasibəyi sən ahirətə görə eləyirsən. Bizim deyir, həyatımızda deyir, mühasibə yoxsa ölümə inanmayanlardır. Adını İmam Şanqiti deyir ki, ölümün olduğuna, ahirətin olduğuna inanmayanlardır. Əgər ahirətin olduğuna inanırsansa, sən bu dünyada özünü mühasibə eləməlisən. Bir insanla aranda olan məsələlər, bir cəmaatla aranda olan məsələlər, zövcənlə aranda olan məsələlər, dostunla ticarətində olduğun məsələ. Bilməlisən ki, bu qiyamət gündə bu hesab görüləcək. Bir məsələ var, bu hesab kapanmadı. Yəni hesab kapanmadı. Sən hesabı kapatmalısan.
Bu dünyada hesaplar açıq getməməlidir, hesaplar kapanmalıdır yani. Ancaq münafiklərlə kafirlər bu hesabı kapatmazlar. Çünkü niye? Kafirin ahiret diye bir derdi yoktur. Yani münafikin de zaten öyle bir derdi yoktur. İyi mi kötü mü? Münafikin korktuğu tek bir şey var. Münafikliği ortaya çıkar. Ve münafik hiçbir toplumda rahat değildir. Narahat adam yani narahat bir hayat yaşayır. Her yerde nifakının, şirkinin, küfürünün, iç yüzünün ortaya çıkacağından korkur. Endişe içerisindedir. Telaş içerisindedir. O bazen olur, hayatınızda olur. Uşaqlar sus işləyir. Heç kim bir baxırsan ki, bu uşaqda nəsə bir dəyişikliyi var. Özün nəsə yaş aparmağa başlayır. Və deyirsən, sən belədin, baxırsan ki, qıpqırmızı qızarır, hərəkət dəyişir. Yani biraz özünü narahat hiss edir. Buna göre kardeşler, gelin hep beraber Allah'a sığınak ki Rabbim bizi münafiklerden eylemesin. Ve çalışın, özünüzü muhasebe edin, murakabe edin, özünüzü biraz hesaba çekin. Kimsen nesin, neyin nesin, sen gerçekten de ibadet edersen mi, namazın, orucun, zekatın, devamlı şekilde istiğfar etmeye başar. Allah'tan bağışlanma dile. Çünkü ne desen öyle bu kardeşim, dehşetli münafiklerin. Zikir var, namaz var, cihat var, istiğfar hayatlarında, infak var hayatlarında, namaz var hayatlarında. Ya her şey var adamların hayatında. Buna göre kalbimizi doğrulamak lazım. Göre kalbimiz hakikaten gerçekten de Allah'ın dinine karşı kalbimiz necedir? Allah'la münasebetimiz kalbimizden muhasebe görmeliyiz. Ki esasen kalpte yakınlığı olmalıdır. Allah subhanahu bizi samimi, Allah'tan korkan Müslümanlardan eylesin. Allahümme amin. Elhamdülillah, sümme elhamdülillah, elhamdülillahi rabbil alemin, ve salatu ve selamu ala Resulillah ve ba'd. Evet değerli Müslümanlar, bu gece Ramazan ayının tekrar başta söylediğimizi söyleyek. 26'sının 25, 24'ünden 25'ine keçən gecədir. Bu gecəmizdə gəlin kəmərləri sıxaq.